Deməli, bu yaxınlarda bir video paylaşdıq. Harda ki, o videoda, o dərsdə biz səhabələrin fəzilətinə dair olan ayətləri zikr etdik. Harda ki, Allah Subhanahu va Taala onlardan razı qaldığını buyurur və həmçinin mühacir və ənsarları, onların fəzilətini Allah Subhanahu va Taala Qur'an-ı-Kərimdə bildirir. Və bundan sonra Rafizi cahil Qasım Səfərov adlı biri çıxdı, cavab verdi, iradlarını bildirdi və əslində onun iradları elə Qur'an-ı-Kərimədir, Allahın ayətlərindədir. Və bu da heç də təəccüblü deyil, çünki bir əqidə ki, Qur'anın təhrifi etiqadında olan alimlərin kitablarına etimad göstərir, o alimlərə etimad göstərir, o alimlərdən bəhrələnirsə, onlardan faydalanırsa, onlar üçün ayətləri inkar etmək, o ayətlərə küfr etmək normal bir şeydir. Və burada deyir ki, gətir ayət göstər ki, harda ki, Allah Taala deyir ki, onlardan axıra qədər razıdır. Yəni qiyamətə qədər. Yəni bu müvəqqəti razılıq idi. Bunun deməyindən belə çıxır ki, müvəqqəti razılıq idi. Allah Qur'anda buyurdu ki, onlardan razıyam. Sonra onlar dindən çıxıb kafir oldular və necə ki, bunlar iddia eləyirlər ki, 7-8 səhabə, yəni bir neçə səhabə xaric, hamısı mürtəd oldu, kafir oldu, dindən çıxdılar. Və bir neçə ayətlər oxuyaq. İlk olaraq baxaq Hədid surəsi 10-cu ayədə Allah Taala buyurur ki, sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən, yəni mallarını Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər, yəni kafirlərə qarşı döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Yəni dərəcə etibarı ilə fəthdən qabaqki olan səhabələrin fəziləti daha üstündür. Və sonra Allah Taala nə buyurur? Allah onların hamısına ən gözəlini vəd etmişdir. Ən gözəli nədir? Allah vəd edib ən gözəlini. Cənnəti yəni. Allah nə etdiklərimizdən xəbərdar. Yəni Allah Taala vəd verir cənnəti, sonra da vədinə xilaf çıxır bunun deməklə. Digər ayədə Allah Subhanahu va Taala Tövbə surəsi 88-ci ayədə buyurur ki: "Lakinnər rasul vellezina amanu ma'ah." Lakin deyir Rəsul və onunla birgə iman gətirənlər cahadu bi amwalihim və anfusihim. Öz malları ilə, nəfsləri ilə, yəni canları ilə, malları ilə cihad elədilər Allah yolunda. Və ulaika lahumul xeyrat. Onlar üçün nemətlər vardır, xeyirlər vardır. Və ulaika humul muflihun. Uğur qazananlar, qurtulanlar da onlardır deyir, məhz onlardır. Allah Subhanahu va Taala onlara görə nə vəd edir? Yəni onlar uğur qazananlardır. Onlar xeyir üzərində olanlardır, onlara nemətlər vardır. Birinci nemətlər oldu, sonra Allah Taala öz vədinə xilaf çıxdı. Yox, daha siz dindən çıxdınız, o sözümü geri götürürəm. Haşa. Allahın yanında olan Allah Rəsulunun sallallahu əleyhi və səlləm yanında olan onun səhabələri idi. Malları ilə, canları ilə cihad elədilər və Allah Taala onları Qur'an-ı-Kərimdə təriflədi. Onlara özəl olanı, cənnəti vəd etdi. İndi çıxıb deyirsən ki, yox müvəqqəti idi o. Yəni Allah Taala vədinə xilaf çıxdı. Ya bunu sən deyirsən, bununla sözündən bu çıxır. Və ya deyirsən ki, demək istəyirsən ki, Allah bilmirdi ki, bunlar sonra mürtəd olub dindən çıxacaqlar. Allaha cahillik nisbət edirlər ki, Allah bilmirdi. Bax budur üslub. Allah Taala bizə bunu öyrədir. Bizdən öncə iman gətirmiş qardaşlarımıza olan mövqeyimiz bu cür olmalıdır. Və mən keçən videomda dedim ki, bəli, bunların xətaları var. Və Allah Taala bizə yol göstərir ki, bağışla, Rəbbimiz onları bağışla, belə deyərlər. Bizi və onları bağışla və qəlbimizə kin-küdurət saxlama. Amma xeyir əməlləri xətalarından qat-qat çoxdur. Xətalarının üstünü örtür və bizə düşən nədir? Bax bu ayətə əməl etmək. Bu Həşr surəsinin 10-cu ayəsində ki, Allah Taala bizə bu cür öyrədir ki, onlardan sonra gələnlər deyərlər ki, Rəbbimiz bizi və onları bağışla, bizdən öncə iman gətirənləri bağışla, qardaşlarımızı və qəlblərimizdə onlara qarşı kin-küdurət saxlama. Bu məsələnin nə dəxli var bu ayətlərə? Allah Subhanahu va Taala bilmirdi nə olacaq. Açıq-aşkar sənin gətirdiyin misaldan belə çıxır ki, Allah Taala bilmirdi ki, bunlar belə eləyəcəklər. Dindən çıxıb mürtəd olacaqlar. Yəni qonşunun uşağının atası necə ki bilmirdi ki, konfet verdiyi adam sabah şillə vuracaq onun uşağına. Və həmin misal kimi də Allah Taala da bilmirdi ki, onun təriflədiyi, onun cənnət vəd etdiyi və razı qaldığı səhabələr sabah dindən çıxıb mürtəd olacaqlar. Bunun gətirdiyi misala bax. Deyirsən ki, Əbu Hüreyrə gəldi, Ömər belə bir söz dedi, radiyallahu anhum ecmaîn. Gəldi nəsə dedi ki, yəni Allahın düşmanı və yaxud nə? Ola bilər insan qəzəblənib və qəzəb anında birinə nəsə desin. İnsandır bu. İnsan qəzəblənir, nəsə deyə bilər. Ki sən bu malı dağıtmısan, sən cəmaatın malını dağıtmısan, o deyir ki, vallahi mən eləməmişəm belə bir şey. Aralarında bu söhbət. Musa əleyhissalam da qəzəblənmişdi, qəzəbindən o lövhələr halində olanlar atdı yerə. Qardaşın başından tutdu, çəkdi özünə, cəmaatın içində başladı ona üstünə qışqırmağa, müəyyən sözlər deməyə və bundan daha şiddətli səhabələrin arasında baş verən qətl. Yəni bir-birlərinə qılınc çəkmələri, bu şeylər baş verib, bəli. Amma buna baxmayaraq Allah Subhanahu va Taala iki dəstəni, bir-birinə vuruşan iki dəstəni mömin adlandırır Qur'an-ı-Kərimdə. Sonra deyir ki, siz sahabəyə niyə belə tərif vermisiniz və bu tərifi hardan çıxartdınız? Yəni səhabə hardan çıxartdınız ki, o kəsdi ki, peyğəmbəri görən, yəni iman gətirən, mömin olan və o iman üzərində ölən. Sən tərif bilirsən, gətir. Sən nə deyirsən? Sahabənin tərifi nədir? Gətirsən. Sənə tərifə baxaq. Ehtiyac olarsa nəsə desə, yenə cavabını verəcək. İnşallah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Biz vəhabilərdən birinin sahabələr haqqında danışdığı, öz batil fəhminə uyğun olaraq danışdığı videosuna cavab vermişdik, videolardan birinə. Əslində elə
O da öz alimlərindən, böyük şeyxlərindən götürüb ki, onlar da həmin ayələri səhv fəhm ediblər, səhv başa düşüblər. Bunlar da həmin səhvləri təkrarlayırlar və bu Vəhabi güya bizə çıxdı, cavab verdi və cavabının əvvəlində deyir ki, bu ayələrə, yəni güya bizim cavablarımız, iradlarımız Qurani-Kərimədir və biz Quran təhrifinə etiqad edirik deyə elə bizdən də gözlənilən budur. Bu cür bir cavab verir. Əvvəla Quran bəhsi, Quran təhrifi, başqa bir bəhsi onu bura qatma. Bu bəhsi bitirəndən sonra inşallah Teala lazım gəlsə Quran təhrifindən danışarıq və sizin öz səhabələriniz Ömər başda olmaqla Quranda nələr var idi, indiki Quranda yoxdur, azaltmalar, çoxaltmalar barədə sizin hədislərinizi gətirib danışarıq, söhbətini eləyərik. Mövzudan yayınmayın, elə nədən danışırıqsa ona cavabınız varsa verin. İkinci məsələ, Qurani Kərimin təhrifinə etiqad edən alimlərdən kimsə faydalanırsa, bu o demək deyil ki, Quran təhrifinə etiqad etməsindən də faydalanır. Bu iki mövzu arasında iki mövzu arasında yer ilə göy qədər fərq var. Ola bilər bir nəfər bir alimin başqa fikirlərini qəbul edir, Quran təhrifi haqqında fikirlərini qəbul etmir. Sizin öz aranızda nə qədər ixtilaflar var ki, birini qəbul edə bilərsiniz, digər məsələdə qəbul etməyə bilərsiniz. Sonra deyir ki, biz güya mən demişəm ki, Allahın Quranda razı qalmağı sahabələrdən müvəqqəti razılıq idi. Görünür adam bizim bəhsimizi ümumiyyətlə tam başa düşməyib və yaxud ümumiyyətlə heç başa düşməyib. Sonra gətirir güya başqa bir mövzu atır ortaya. Güya mürtəd olmuş sahabələr irtidad məsələsini ortaya atır ki, yəni bizim hədislərimizdə var ki, 3 nəfər, 5 nəfər və yaxud 7 nəfərdən başqa hamısı mürtəd oldu. O mövzu da başqa mövzudur. Orada irtidad nədir? Alimlərimiz onu nə barədə götürüblər? Tarixi vaqiqiyyətlə düz gəlmir. Alimlər onu nə mənada deyiblər? Bizim nə qədər sahabələrimiz var ki, onları mədh edirik. Ondan başqa həmin məsələ sizin öz kitablarınızda gəlib, Ayşədən hətta qatibətən sözü ilə gəlib. Yəni hamılıqla mürtəd oldular ki, o bəhsi də inşallah eləyərik. Onu da bəhsə qatıb mövzudan yayınma. Sonra bir sıra ayələr gətirir. Həmin ayələr ki, o ayələrdə misal üçün ayələrin məzmununa baxanda sahabələrdən danışır. O sahabələrdən ki, canlarla, mallarla xidmət ediblər, ondan sonra peyğəmbərə qoşulublar, peyğəmbərə xidmət göstəriblər. Yəni salih əməl edən sahabələr haqqında olan ayələrdən danışır ki, deyir bax, bu ayələrdə Allah bunlardan razıdır. Güyəndi öz sözünə bəraət qazandırmaq üçün, öz batil sahabə ədaləti fəhminə, sahabə ədaləti inancına güya haqq qazandırmaq üçün bu ayələrdən istifadə edir. Biz bu ayələri inkar etmirik ki, o ayələrdə sahabələrdən ki, deyirsən, mallarla, canlarla xidmət etmişlər və s. və s. Deməli, salih əməllər də biz də deyirik Qurani Kərimin məntiqinə əsasən iman və salih əməl bu insanlar behişt əhlidir. İnşallah nəqli dəlilləri qeyd edəcəyik. Hələ bəs təzə başlayıb və öz mənbələrindən səhih hədislər, Quran ayələri öz mənbələrindən təfsirlər qeyd edib batıl olduğunu göstərəcəyik bunların əqidəsinin. Burada istəyirəm bunun başa düşmədiyi nədir bu şəxsin onu qeyd edeyim. O gətirdiyin ayələrdə bəli Allah salih əməl etmiş insanları, sahabeləri tərifləyir. Bizim onlarla işimiz yoxdur. Mən dəqiq konkret olaraq orada 3 dənə nəqli məsələ qeyd eləmişəm ki, İbn Teymiyyə deyir İmam Əli əleyhissalam bir çox sahabə və tabiin söyürdü. Buna cavab verməmisən, bildirməmisən orada ki, İbn Teymiyyə yalan deyir, yoxsa söyürdülərsə niyə söyürdülər? Çünki sizin əqidənizi kökündən baltalayan bir məsələdir. Həmçinin İmam Əli əleyhissalam Əbu Bəkir, Ömərin öz etirafına əsasən Əbu Bəkir və Öməri xain, yalancı, fasiq, vəfasız bilirdi. Buna cavab verməmisən. Ömər həmçinin deyir Əbu Hüreyrəyə ki, ey Allahın düşməni, ey İslamın düşməni, güya cavab verməyə çalışmısan, bir batil müqayisə gətirmisən ki, onun haqqında danışacağıq. Biz konkret olaraq bunlardan danışmışıq ki, söhbət bu insanlardan gedir. Yəni salih əməlli qoydular kənara, Əhl-i-Beytə düşmən oldular və Əhl-i-Beyt haqqında bu cür sözlər başladılar deməyə. Bunların hökmü nədir? Sən mallarıyla, canlarıyla xidmət edib, bizim onlarla işimiz yoxdur ki, onlara Allah rəhmət eləsin. Hər kəs malıyla, canıyla xidmət eləyib, peyğəmbərə və peyğəmbərdən sonra da vəsiyyətinə əməl edib Quran və Əhl-i-Beytlə qalıbsa, bizim o sahabələrlə heç bir işimiz yoxdur. Sən isə bilərəkdən bu salih əməl məsələsini qoymusan kənara, yapışmısan mürtəd hesab edici sahabələr. Biz mürtəd söhbətini qoy kənara, heç bir mürtəd söhbəti olmayıb. Bu insanlar, sahabələr əlini söyürdülər. İmam Əli əleyhissalam Əbu Bəkir Ömər haqqında bu cür sözlərdən istifadə edir. Xain, fasiq. Ömər Əbu Hüreyrəyə deyir, ya əduvvallah və başqa məsələlər də gətirəcəyik inşallah növbəti bəhslərdə. Bunlara cavab vermək lazımdır. Və Allah vəd verib, gözəl vəd verib, cənnəti vəd verib ayəsini gətirir, deyir ki, Allah vəd verib və bunun, yəni mənim deməyimə görə güya sonra vədinə xilaf çıxır. Sən əslən başa düşməmisən orada mənim dediklərimi. Mən bir daha sənə başqa bir ibarə ilə bunu deyirəm. Orada Allah
vədinə xilaf çıxmayıb. Hətta mən misal gətirmişəm ki, bir nəfərin uşağına konfet verəndə ondan razıdırsa, sonra gəlib onu vursa, o demək deyil ki, bir dənə konfetə görə o həmişəlik ondan razıdır. Yox, yaxşı əməl etmişdi, ondan razı qalmışdı. Bunu da anlamamısan, deyirsən ki, o bilmirdi, cahil idi, gələcəkdən xəbəri yox idi, Allahsa bilir. Burada söhbət bilib bilməməkdən, cahil olub olmamaqdan getmir. Burada söhbət ondan gedir ki, hər kəs bir adama yaxşılıq etsə, salih bir iş görsə, o ondan razıdır. Və bu da Quranda ki var iman və salih əməl bu insanların yeri behiştdir. Bu Allah bunu şərtlə qeyd edib. Yəni istənilən bir sahabi olsun, tabein olsun, hansı kateqoriyadan olur olsun, hətta bu günümüzdə fərqi yoxdur. İman gətirib salih əməl sahibi olsa Allah ondan razıdır. O sahabelərdən də Allah razılıq edib iman gətirdiklərinə görə, bəyət etdiklərinə görə və şərt ilə, yəni o vaxta qədər ki imanda qalacaqsınız və salih əməl edəcəksiniz, mən sizdən razıyam, yeriniz behiştdir. Bunun bilib bilməməyə dəxli yoxdur ki, deyirsən o insan cahildir, gələcəyi bilmir, amma Allah bilir. Və yaxud da Allah vədinə xilaf çıxmayıb burada, xeyr. Allah vədinə o vaxt xilaf çıxardı ki, vəd verərdi ki, iman gətirmişsinizsə mən sizdən razıyam. Və nə edirsiniz edin bundan sonra. Hətta sahabənin, tabein qanunu tökün, 70 min xeyli nəsil adlandırdığınız insanların qanunu tökün, Muaviyə kimi mən sizdən razıyam. Sonra razı olmasaydı, həm Muaviyə qiyamətdə deyərdi ki, ilahi sən demişsin axı, iman gətirdiyinə görə mən razıyam, niyə məndən narazılıq edirsən? Allah belə deməyib ki. Sən başa düşmədiyin mətləb budur. Allah deyib iman, hər kəs iman gətirib, beyət eləyib, yaxşı iş görüb, iman gətirib, beyət eləyib deyə, peyğəmbərə kömək eləyib deyə, salih əməldir deyə mən ondan razıyam. Şərt ilə, o şərt nədir? İmanda və salih əməldə axıra qədər qaldıqları təqdirdə mən onlardan razıyam. Bunun Allahın vədinə xilaf çıxmağına nə dəxli var ki? Sən başa düşməmisən, dinlə başa düşməmişəm, təzədən onu izah edək. Həmçində yalana da dəxli yoxdur. Bir nəfər əgər vətənə xidmətə görə bir nəfərə prezident orden verirsə, o sonra 10 ildən sonra məsələn Allah eləməmiş vətənə xəyanət etsə, o vətən xaini elan edilir. Burada heç kim prezidenti qınamır ki, sən bilmirdin o məsələn vətən xaini olacaq. Xeyr, hamı bilir ki, orada ona niyə görə medal vermişdi? Çünki salih əməl etmişdi, vətənə xidmət etmişdi ona görə. Və o xidmətdə qaldığı müddətdə, sədaqətində qaldığı müddətdə o rızayət, o orden keçərlidir. Artıq səhv iş görsə, xəyanət etsə, o rızayət onun üzərindən götürülür. Bəs biz o boyda 3 dənə məsələ qeyd etdik ki, onlar əlini niyə söyürdülər sahabələr? Başlarına hava gəlmişdi. Yox, ağıllı başlı insanlar idilər sizə görə. Əlini niyə söyürdülər? Deməli, nəsə bilirdilər onun haqqında ki, o yaxşı iş görməyib, salih əməl əhli deyil, söyüşə layiqdir və söyürdülər. Və yaxud da İmam Əli əleyhissalam Öməri Əbu Bəkir xain vəfasız bilirdi, Müslimdə gəlib, cavab vermirsən buna. Niyə? Çünki ona layiq bilirdilər. Layiq bilirdi ki, bu adam xəyanət əhlidir, bu adam yalan deyir ona görə. Ömər niyə Əbu Hüreyrə o sözü deyir? Ona görə ki, etiqad edir ki, bu adam nədir, xəyanət eləyib və deyir, ey Allahın düşməni. Və orada da nə Ömər İmam Əli əleyhissalam cavab verəndə sizin gətirdiyiniz ayələrdən istifadə eləmir. Nə də Əbu Hüreyrə demir ki, mənim haqqımda ayələr var və Vəhabilər gətirirlər o ayələri. Deməli, onların fəhmində sənin başa düşdüyün kimi batil fəhim yox idi. Onlar elə başa düşmürlər ki, o ayələr əbədi olaraq dəlalət edir. Xeyr. Onlar da başa düşürdülər ki, harda səhv etsən, salih əməl kəsilsə, əməli salihliyin aradan geçsə, Muaviyə kimi zamanı mən ona qarşı çıx, əhl-i beytə düşmənçilik elə, Müslim deyir ki, əlini ancaq mömin sevər, sən gəl müharibə elə, amma Vəhabilərə görə ged otur cənnətdə, nə var, Allah bir dəfə beyət elədiyinə görə ondan razıdır. Sonra deyir ki, bəli, biz deyirik sahabələrin xətaları var və Allah deyir ki, onlar üçün bağışlanma dilə, bizdən qabaq imanda bizi ötən möminləri ilahi bağışla. Bunun da cavabı gələcək. Burada nəqzi bir dənə cavab verim ki, məsələ bundadır ki, bu minvalla, bu məntiqlə götürsək onda, niyə görə? Onda bu minvalla götürsək İmam Hüseyn əleyhissalam ilə dava qırğın eləyən o məlunları belə, sən dua eləməlisən ki, ilahi onları bağışla. Hətta və hətta Osmanı öldürən sahabi tabeinlər ki var, onları belə sən dua eləməlisən ki, ilahi onları bağışla. Amma siz onları zülümkar hesab edirsiniz, məlun hesab edirsiniz, onlara lənət oxuyursunuz siz Vəhabilər. Necə olur ki, onda bu məsələ meydana çıxır? Sonra deyir, xeyir əməlləri sahabələrin qat-qat çoxlu xətalarını örtür. Hardan çıxarmısan bunu? Hansı dəlil əsasən? Hansı sahabənin fəhmindən bunu sən başa düşmüsən? Əgər belə olsaydı İmam Əli əleyhissalam haqqında elə onu söyən sahabələr deyərdilər ki, onun salih əməlləri çoxdur, örtür onun xətalarını. Və yaxud İmam Əli əleyhissalam Əbu Bəkir haqqında, Ömər haqqında xain, vəfasız, fasiq deməzdi, deyərdi onların salih əməlləri xətalarını örtür. Və yaxud Ömər heç Əbu Hüreyrə haqqında ya aduvallah deməzdi, deyərdi ki, salih əməli onun xətalarını örtür. Hardan uydurmusan bu əqidəni özündən?
Və misalıma irad kimi deyir ki, bu misalın nə dəxli var? Misalda qonşusu uşağına şillə vuranda o ata bilmirdi ki, ona şillə vuracaq. Deməli, onda Allah da bilmirdi ki, bunlar vədinə xilaf çıxacaqlar. Bilməkdən söhbət getmir burada, sən başa düşməmisən. Orada onun rizayəti, atanın rizayəti zaten şərtlədir. Yəni şərt nədir? Yəni mənə və övladıma qarşı yaxşı olsun, xeyirxah olsun, mən səndən razıyam. Bunun dəxli yoxdur. Gələcəkdə o bilir, bilmir, necə olacaq. Zaten əvvəldə razı qaldığı andan etibarən insan fitri olaraq, vicdanı olaraq yaxşılıq görəndə, salih əməl görəndə razılıq edir. Bundan sonra o pislik edəcək, etməyəcək, bunu bilməməyə adəti yoxdur. Allah da bu cür şərtlə razılıq edib. Razılıq edib ki, siz iman gətirmisiniz, bəyət etmisiniz, canlarınızla, mallarınızla döyüşmüsünüz, axıra qədər qalmışsınızsa bu salih əməldə heç razıdır. Yox, əgər imandan çıxmışsınızsa, ümumiyyətlə siz onları zaten sahabə saymırsınız. İmandan çıxmayıblar, amma salih əməllə etməyiblərsə, Muaviyə kimi məsələn qan töküblər, sahabə qırğınlar olub ki, bəhslərini inşallah gətirəcək növbəti bəhslərdə, görəcək özü də. Deməli, o insandan sırf Muaviyədən nə vaxt razı şərtlə, yəni sən əgər axıra qədər qalsın bu salih əməlində, hə razıyam. Bu insanların haqqında Allah vəd verməyib ki, mən həmişəlik razıyam. Sonra Əbu Hüreyrəyə Ömərin o Allahın düşməni deməsini güya tozih edir. Nə deyir? Deyir ki, Musa Peyğəmbər əleyhissalam qəzəbləndi, Harunun saqqalından tutdu və bu kimi başlayır danışmağa. Onun bura nə dəxli var ki? Orada onu Allah düşməni etiqad eləməmişdi ki. O da Peyğəmbərdir, o da Peyğəmbərdir. Hə, orada qəzəblənib. Qəzəbli bir insan kimi qəzəbini bildirib. Bu o demək deyil ki, Ömərin əlinə bəhanə düşsün, Ömər gəlsin Peyğəmbərin sahabəsinə, sizin nəzərinizə görə adil və behişt əhli olan bir insan ki, Allah ondan razı, o da Allahdan razıdır. Belə bir şey olsaydı, Ömər ona Allahın düşməni deyərdi, sizin kimi müamilə eləyərdi də. Sənin sahabəyə olan münasibətindən Ömərin bu münasibətini, bu sözünü yan-yana qoy, gör sən Ömərdən nə qədər uzaqsan. Ömərin əqidəsi bu barədə bizə nə qədər yaxındır gör. Ömər də belə etiqad edir ki, heç də belə deyir ki, Allah bir dənə iman gətirdə Əbu Hüreyrədən razıdır. Zaten razı olsaydı Əbu Hüreyrədən mütləq bir şəkildə, Ömər bunu bilərdi. Səndən savadlı idi, Ömər sahabi idi. Sən Ömərdən dini öyrənmisən. Peyğəmbərlə sənin aranda vasitəçi Ömərdir. Ömərdən dini öyrənmisən. Ömər bilsəydi ki, Əbu Hüreyrə behişt əhlidir, Allah ondan razıdır və yaxşı əməlləri, pis əməllərini ötürür sənin dediyin kimi, heç ona Allahın düşməni sözü deməzdi. Qəzəblənərdi, uzaq başı məsələn qaşını çatardı, nə bilim, hətta deyək məsələn qışqırardı üstünə, amma Allahın düşməni və sair bu kimi şeylər. Nə qədər var biz inşallah növbəti bəhslərdə qeyd edəcəyik. Hansını qəzəb və sair bəhanələrini fırladacaqsan. Sonra deyir Allah bir-birinə vuruşan iki dəstəni mömin adlandırır Qurani-Kərimdə. Allah bir-birinə vuruşan iki dəstəni mömin adlandırmayıb. Orada iki mömin dəstə savaşıb deyə onların haqqında mömin olduğunu Allah özü şəhadət verib ki, möminlər aralarını islah edin. Bu o demək deyil ki, hər kim savaşsa mömindir. Xeyr, açıq-aşkar hədis qoyuram qabağına, cavab vermirsən ki, Müslimdə gəlib ki, Əliyə buğz edən ancaq Əliyə münafiq buğz edər. Əliyə ancaq münafiq nifrət edər. Deməli, sən Muaviyənin və Cəməl əshabının əvvəlcə mömin olduğunu isbat eləməlisən. Mömindən möminə fərq var. Mömin var ki, adi insandır, sən onunla savaşsan, bəli, bir şey olmaz. Amma mömin var ki, onunla savaşmağa dair hədələr var Quranda və yaxud hədisdə. Elə Əhl-i Beytin özü bariz nümunədir. Sən əvvəl isbat eləməlisən ki, ona qarşı çıxanlar möminlik vəsfini itirməyiblər. Ondan sonra mömin adı ona sidq olsa, onda deyərsən ki, bəli, möminlər və möminlər qardaşdırlar. Və bu minvallah, bu məntiqlə götürsək, onda elə Osmanı öldürənlər də Osmanla qardaş olmalıdır, səninlə qardaş olmalıdır. Niyə onları zalim adlandırırsınız? Bağı deyirsiniz, onlara hətta aşmış deyirsiniz. Və yaxud İmam Hüseyni əleyhissalam öldürənləri niyə xəyanətkar şiələr adlandırırsınız? Onlar da elə sizin qardaşlarınızdır da, sən də möminsən, onlar da mömindir. Və mən demişəm ki, sahabəyə tərif vermişsiniz, Peyğəmbəri görüb iman gətirib və imanla dünyadan gedib. Qurana daban-dabana ziddir. Quranla isbat elə ki, bu tərifin düzdür. Deyirsən tərif ver, görürsən necə versən. Sənin mənim tərifimdə nə işin var ki? Biz sahabə, qeyri-sahabə haqqında fərq qoymuruq iman və salih əməl cəhətindən. Bizə görə iman gətirib salih əməl sahibi, sahabə oldu, olmadı fərq eləmir. Bu xas, bu iki sifət kimdə varsa behişt əhlidir, kimdə yoxsa behişt əhli deyil. Siz sahabə ədaləti, qaydası uydurmusunuz və heç bir Quran ayəsində də isbat eləyə bilməzsən ki, bütün sahabələr adildir. Çünki adil sözünü açıb izah eləsən, görəcəksən ki, xeyr, heç də belə deyil. Bütün sahabələr adildir qaydasını siz izah eləmisiniz və Muaviyə kimi insanları da behişt əhli hesab etmək üçün sahabə tərifi uydurmusunuz. O sahabəyə Muaviyə də daxil olub tərifinizə əsasən batıl tərifdir, Qurana zidd tərifdir
Və sahabə ondan sonra artıq behişt əhli hesab eləmisiniz və adil hesab eləmisiniz ki, bunun da heç bir Quranda, hədisdə dəlili yoxdur. Varsa buyurub gətirərsən. Sən buna cavab ver. Mən bizim aləmimizdə sahabənin tərifində də oynan nə işin var ki? Sən isbat elə görək sənin sahabəyə verdiyin tərif Qurana ziddir yoxsa yox? Mən deyirəm bəli Qurana ziddir. Buyur isbat elə ki, Qurana müvafiqdir. Və ikinci məsələ budur, kubravi bəhs. Budur ki, sahabələr adildirlərsə bunu hardan çıxarmısan? Buyur Qurani-Kərim də, hədis də bunu isbat elə. Və başqa məsələlər də inşallah, başqa hələ təzə başlayır bəhs, başqa İnşallah hədislərdən, ayələrdən, təfsirlərdən gətirib qeyd edəcəyik ki, bu əqidə kökündən batıldır, özlərindən uydurulmuş bir əqidədir. Qurana da ziddir, hədisə də ziddir, hətta sahabələrin fəhminə belə ziddir. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.